Yolumuz Digah kəndinədir. ...1936-cı ildə qəsəbə statusu alan Digah kəndi haqqında danışmaq üçün daha irəli tarixlərə qayıdaq. Digah kəndi coğrafi mövqeyinə görə maraqlı bir relyefdə yerləşir. İki təpənin arasında kök salan bu kəndin tarixi daha qədim dövrlərlə bağlıdır. Tədqiqatlar zamanı burada tapılan heyvan sümükləri eradan əvvəl 4-cü minilliyin sonlarından 2-ci minilliyin sonuna kimi davam edən böyük bir tarixi kəsimin Tunç dövrünün izlərini daşıyır. Gördüğümüz bu çor bizim dilimizde dediğimiz Qurqan adlanır. Azərbaycan ensiklopediyasında başının bir neçə kəndi, o cümlə Digah kəndi haqqında yazılıb ki, Tunç dəmir dövrünə aiddir bu kənd. Mədəniyyət Nazirliyinin Qurqan Gölü qeydiyyata alınıb və orada da göstərilir ki, bura Tunç dəmir dövrünə aiddir. 18-ci əsrdə Abşeron yarımadasının daha doğrusu 4 kənd yerli dibli yoxa çıxmışdır. Onun ikisi indi Novxani altından və Sumqayıt tərəfdə, digəri ki, Abşeron yarımadasının burun tərəfində olmuşdur. Yəni vaxtilə bu kənd yaranmış və ola bilər ki, zəlzələ nəticəsində çökmüşdür. Digahın adı əslində bir neçə mənası var. Düygah, Qoşa təpə, Qoşa dağ mənasını fars-ərəb sözüdür. Amma digər cəhətdə yaşayış məkan mənasını verir bu. Azərbaycan ərazisində Digah adı ilə adlanan kəndlər çoxdur. Abşerondan əlavə Masallı, Lənkəran, Lerik və Quba rayonları ərazisində eyni adlı kəndlər var. Bu toponimin anlamı ikinci yer kimi mənalandırılır. Məhəmmədi, Balaxanı və Fatmayı kəndləri ilə qonşu olan Digah bir tərəfdən də Mehdabadla yan-yanadır. أشهد أن لا إله إلا الله. Digah kəndinin Cümə məscidinin tarixi 1430-31-ci illərə aid edilir. 19-cu əsrdə məscidi böyütmək qərarına gələn kənd cəmaatı sonralar kənddə məktəb açılana qədər təzə tiklidən mədrəsə kimi istifadə edirlər. Məscidimizin tarixi 15-ci əsrə təsadüf eləyir. Belə ki, məscidin ilkin təməl tökməsi 1430-31-ci illərə təsadüf eləyir. Məscid iki hissədən ibarət olub. Qədim düzbucaqlı hissəsi və kvadrat hissə. Və hazırki görünüşə gəlib çatana qədər məscid bir neçə dəfə mərhələlər keçib və hazırki görkəmini 1874-cü ildə tamamlamaqdadır. Və məscidimizdə daha sonralar ehtiyac duyulduğuna görə xanımlar tərəfindən 1988-ci ildə məscid inşa edilir və daha sonra insanların gediş-gəliş etdiyi və çoxluq təşkil etdiyinə görə məsciddə yenidən köməkçi bir hissə əlavə olunur. 2017-2018-ci illərdə bu da tamamlanır və təqribən 300 kvadrat bir yer insanların rahat şəkildə ibadət edə bilməsi üçün təşkil olunur. Məscidimizdə 2004-cü ildə kənd sakinləri Hacı Ələkbər və Hacı Böyükağa tərəfindən minarə inşa edilib. Məscidin girişi iki hissədən ibarət olub. Qədim hissə və sonradan əlavə olunmuş hissə.
Qədim hissə qərb tərəfə açılan qapı. O qapının üzərində bu ayə yazılıb. Məscidlər Allaha məxsusdur, Allahdan başqasını çağırmayın. Və orada sözlə məscidin tarixi qeyd olunur. Və daha sonra 1874-cü ilə qədər məscidə əlavə olunan hissələrdə isə məscidin kitabəsində qeyd olunur ki, bu məscid Digah kənd cəmaatı tərəfindən təmir edilib və hazırki vəziyyətə gəlib çatmışdır. Karxana daşları ilə inşa edilən məscidin günbəzi 4 sütun üzərində dayanıb. Tağlarla birləşən sütunlar məscidin daxili görünüşünə xüsusi yaraşıq verir. Məscidimiz qədimi tarixi abidələrdən hesab olunur. Qədim düzbucaqlı hissə ki, hazırda olduğumuz bu hissədir və daha sonra dördbucaqlı hissə məscidə əlavə olaraq inşa edilir. Təqribən hazırda gördüyümüz bu forma 1870-1875-ci illərdə yekunlaşmaqdadır. Belə bir ifadə var. Tarix yer altında yatır. Qədim məzarlıqlar bizi tarixin izi ilə aparan çırağa bənzəyir. Digah kəndində 2 qəbirstanlıq var. Kənd cəmaatı onları təzə və köhnə qəbirstanlıq adlandırır. Köhnə sözünün özü də qədimliyə işarədir. Burada yaşı bəlli olmayan qəbirlər çoxdur. Onların formaları qəbrüstü yazılar, rəmzlər, hərəsi bir dövrdən xəbər verir. Digahda 2 qəbirstanlıq yerləşir. Hal-hazırdakı qəbirstanlığı nisbətən, o bir qəbirstanlığı nisbətən böyükdür. Aşağı qəbirstanlıqda 4-cü İmam Zeynalabdin nəslindən Mir Salomovlar var. Orada Mir Qəvvam adlı bir şəxs var. Demək 1926-cı ildə dünyasını dəyişmişdir. Demək təqribən 10 yaşında o Səlyan rayonuna gəlmişdir. 4-cü İmam nəslindəndir və ziyarətgah kimi biz oradan istifadə edirik. Gördüyümüz bu türbə keçən əsrin ortalarında yaşamış din xadimi, din alimi Mir Səlim Ağa türbəsidir. Keçən əsrin 80-cı illərində oğlu Mir Tahir tərəfindən inşa edilib, bərpa olunmuşdur. Digər türbə keçən əsrin əvvəllərində yaşamış, keçən 100 illikdə yaşamış Mirqavam Ağa türbəsi orada dəfn olunmuşdur. Neçə illərdən sonra bu türbə bərpa olunmuş kənd cəmaatı tərəfindən. Orada ikinci bir məzar var, ikinci məzar da onun qardaşıdır. Digah kəndinin tarixini daha çox orta əsrlərlə bağlayan nəzəriyyələr, qoçbaşlı məzar daşları və kurqanların aşkar edilməsi ilə öz əhəmiyyətini itirdi. Bu qəbirstanlıqda uzunluğu 2 metr olan qədim qəbirlər daha erkən dövrlərin izlərini daşıyır. Kəndin yaşlı sakinlərinin dediyinə görə, kənd yaxınlığındakı gölün dibində bir neçə qədim kurqan var.
Gördüyünüz bu türmə Süvahi türməsi adlanır. 1831-ci ildə tikilib. Orada dəfn olan şəxs İsmail adlı bir şəxsdir. O türbəni anası Nərgiz xanım tikdirir və Nərgiz xanım rəhmət edəndən sonra orada dəfn edilmişdir. Və burada hal-hazırda həmin o yerləri də istəyən adamlar ziyarətgah kimi istifadə edirlər. Məndəcar qəbristanlığı qədim izləri özündə yaşadan tarixi bir məkandır. Akademik Məşəd xanım Neymətova belə hesab edirdi ki, Məndəcar qəbristanlığı eramızın 7-8-ci əsrlərində salınmışdı. Qəbristanlıqda ümumiyyətlə bir çox tarixi abidələr itib batmışdır. Və nəticədə indi o abidələr ki, biz axtarıb göstərmək istəyirik, indi burada tapmaq çətindir. Təəssüf ki, bəzi abidələr zamanla öz ömrünü başa vurur. Digah kəndində tarixi abidələrin az bir qismi bugünə gəlib çatıb. Böyük İpək yolu üzərində yerləşən Abşeron kəndlərinin bir çoxunda olduğu kimi, Digah kəndində də karvansara olub. Həmin karvansara kənddə mövcud olan 16-cı əsrə aid qum hamamı kimi tarixə gömülür. ...1918-ci ilin mart qırğınları Digah kəndindən də yan keçməmişdi. Həmin günlərdə Nuri Paşanın başçılıq etdiyi Qafqaz İslam ordusu gələnə qədər kəndin əli silah tutan oğulları dinc əhalinin müdafiəsinə qalxmışdılar. Bura köməyə gələn 9 türk şəhidinin məzarlığıdır. O vaxt Tuğyanədən erməni-müsəlman toqquşmaları Bakının ətrafında olan kəndlərə də gəlib çatmışdı. Ələxüsus bizim Bakıya yaxın olan bu Digah kəndi bir neçə dəfə erməni daşnaqlarının hücumuna məruz qalmışdı. Köməyə gələn türk əsgər dəstəsi 1918-ci ilin sentyabr ayında bu təpəlikdə, burada gedən şiddətli döyüşlərdə 9 türk əsgər şəhid olmuş, sonralar kənd əhalisi tərəfindən, cəmaatı tərəfindən burada dəfn olunmuşdur. İllər keçməsinə baxmayaraq, zaman keçməsinə baxmayaraq, müstəqillik qazandığımız illərdə kənd cəmaatının təşəbbüsü ilə, kənd bələdiyyəsinin təşəbbüsü ilə bu məzarlığı aşkarlayıb 9 türk şəhidinin abidəsini burada qoydular, düzəltdilər. Hər il sentyabr ayında burada gələn kənd məktəblər, kənd cəmaatı, xarici qonaqlar burada şəhid olmuş 9 türk əsgərini ziyarət eləyirlər, onların ruhlarını dualar oxuyurlar. Kəndin məhəllələri arasında ən qədim küçə Quba yolu adlanır. O Quba yolda deyirlər ki, buradan, məsəl üçün, bu kənddən, bu yoldan o tərəfdən Mərdəkan, kəndlərin Şüvələn, həmin bu yolla gəlib Qubaya gedərlərmiş. Karvan yolu deyirlər buna. Gəlin gedək, o Quba yolunu sizə göstərib, hansı yoldur o qədmi yol. Dediyimiz Quba yolu həmin bu yoldur. Qabaq buradan karvanlar gedirmiş. Bu yol qədmi yol olduğuna görə bu yola Quba yolu adlandırırlar. Sonra burada bizim bu yolun üstündə
qapı var. Bu qapıda odanlar olub. Bu odanlar yeraltı su çıxırdı buradan. Kənd cəmaatı gəlib buradan bu odanlardan su götürülmüş. Yeraltı hamam da olub burada. Yerin altında olub o hamam. Orada gəlib cəmaat çimirdilər də odanlar zaten. Yeraltı hamamlarda. Deməli, odanlardan başqa zəvvarlar gələndə bu kəndə, burada dincəlməyi yerləri olub. Burada dincəliblər odanlarda. Sonra başlayıblar, gələ gediməcə, Qubaya, o tərəflərə gediblər. Digah kəndinin sakinləri atadan babadan əkinçilik və maldarlıqla məşğul olublar. Kəndin adlı sanlı nəsilləri Qəriblilər, Arqonlular, Kosanlılar, Qazqallılar, Kazımxanlılar, Hacı Muradlılardır. Digahın qədim məhəllələri elə bu gün də həmin nəsillərin adı ilə adlanır. Bu məhəllə Hacı Muradlı məhəlləsi sayılır. Bu kənddə məhəllələr çoxdur, bir 6-7 məhəllələr var. Bu məhəllələrdən Hacı Muradlılar, Qazqallılar, yuxarı başlılar, aşağı başlı məhəllələr burada var. Kazımxanlı məhəlləsi var burada. Bir 7 dana bu kənddə məhəllə var. Tərəkəmə olub bizim kəndimiz, əvvəldən tərəkəmə olub. Tərəkəmə də o deməkdir ki, ancaq heyvandarlıqla zadla məşğul olublar. Əsasən bu kənd əvvəldən bu torpaqlar hamısı xüsusiyyətçilik olub. Cəmaatın öz torpağı olub. Sonra hökumət dəyişəndən sonra başlayıblar bu torpaqları cəmaatdan alıblar, birləşdirib eliblər qalxoz. Bu qalxoz da burada əsasən maldarlıq olub, bir də olub taxılçılıq. Digah kəndinin taxılı. Demək olar Abşeronda ən güclü kəndlərin biri olub. Buranın taxılı damazlıq olduğuna görə demək Abşeronun bütün kəndlərinə buradan taxıl verirdilər. Neyse, buranın taxılı güclü olub. Digah kəndi ilə tanışlığımız burada sona yetir. Doğma və isti münasibətlərlə qaynayıb qarışan sadə kənd adamlarının əhatəsindən ayrılıb geriyə qayıdırıq. Kənd yolları arxada qalır. Biz isə növbəti görüşdə Abşeron kəndlərindən hansı birində qonaq olacağımızı düşünürük. Yollar yenidən 32-dən birində görüşəcək.